Salam əziz izləyicilər, sizləri Qəbələ rayonu Çayxana kəndindən salamlayıram. Qəbələ rayonu Çayxana kəndini tanıyır, tanımayanlar üçün belə izah edeyim ki, Qəbələ hava limanı yolun üzərində yerləşən bir kənddir ki, dayandığımız yer həmən yoldan bura olan məsafə 150 metrdir. Gördüyümüz bu 20 sotun belə bir gözəl evimiz açıqdadır. Evimiz kupçalıdır, texnik pasportu var, həyat yanı sahəsi 20 sotdur və əlavə bir 8-10 sota istəyən üçün artırmaq olar. İçərisində qazı, işığı, suyu hamısı var, su sayğacı, işıq sayğacı, hər bir şey var. Çox möhtəşəm bir bağdır, fındıq bağları, belə böyük bir qoz ağacları var, fındığı var, alma, armud, gilas, alça, hər növ meyvələrdən var. Keçən evin içərisində tanış olaq. Evimiz köhnə tikili olsa da, müəyyən qədər əl gəzdirib yaşamaq mümkün olandır. Kim ki o kəndlərdə ev istəyir, bağ istəyir, həmən insanlar üçün çox əlverişli bir evdir. Qiymət də çox münasibdir. Yəni o qədər baha da deyil. Büdcəyə uyğun bir evdir. Evimizin girişində belə bir arası bir 20-25 metr uzunluğunda belə bir navesi var. Sadəcə yaşayış olmadığı üçün insan burada yaşamır. Şəhərdə yaşayır, onun üçün baxımsız ola bilər. Evimizin girişində belə bir köməkçi bir otağı da var. Burada bir üzüm çardağı var. Qəşəng qulluq olsa yaşıllıqdır. Gələn evin içinə baxalım. Evin qaz sayğacı burada. Hündür padvallıdır. Çox möhkəm evdir. Köhnə tikili evlərdəndir. Evin girişində deməli, burada mətbəx yerləşir. Yəni zəhmət olmasa. Oradan həyətə də baxışır. Burada bir geniş, böyük bir yataq otağı var. Burada bir qonaq otağı və yaxud da yataq otağı kimi istifadə etmək. Burada da yenə bir otaq var. İçərisində də çox güclü maya lazım. Laminatının var, alçıpanı işlər, yüngül ağardıb, aboy, neysə belə. Burada da hamam otağı yerləşir. Bu ev kim üçün maraqlı olsa, səhifədə olan nömrələr əlaqə saxlasın.